Salam hörmətli izləyicilər, bugünkü mövzumuz lövhədə göründüyü kimi Azərbaycan Respublikasında yaradılmış fondlar haqqında sizə mən tarix müəllimi Bəhram Bağırov məlumat verəcəm. Kim bilirsə nə gözəl, bilməyənlər öyrənsin, bilənlər üçün də təkrar olsun. Əvvəlcə gəlin həmin xronologiyanı, yəni Azərbaycan Respublikasında yaradılmış fondların xronologiyasını lövhədə qeyd edək, sonra fondların adlarını və mövcud şəraitini yarandığı dövrə uyğun olaraq onları izah edək. Birinci fondumuz 1994-cü ildə yaradılıb. İkinci fond 1999-cu ildə yaradılıb. Üçüncü fond 2004-cü ildə yaradılıb. Dördüncü fond 2020-ci ildə yaradılıb. Beşinci fond 2021-ci ildə yaradılıb. Azərbaycan Respublikasında 1994-cü ildə bilirik ki, Heydər Əliyevin birinci prezidentlik dövrü idi. 1993-cü ilin oktyabrında Heydər Əliyev prezident seçiləndən bir il sonra 1994-cü ildə Respublikada əhalinin sosial müdafiəsi fondu yaratdı. Gəlin, qeyd eləyək bura. Əhalinin sosial müdafiəsi fondu. İkinci fondumuz 1999-cu ildə yaradılıb. Bu fond Heydər Əliyevin ikinci prezidentlik dövrünə təsadüf edir. Çünki bilirik ki, Heydər Əliyevin birinci prezidentlik dövrü 1993-98, ikinci prezidentlik dövrü isə 1998 və 2003-cü illəri əhatə edir. Növbəti yaranan fond isə 1999-cu ildə, yəni Heydər Əliyevin ikinci prezidentlik dövrünə təsadüf edir və bu fondun adı Azərbaycan Dövlət Neft Fondu adlanır. Azərbaycan Dövlət Neft Fondu. Bəli, növbəti fondumuz 2004-cü ildə yaradılıb. Heydər Əliyevin vəfatından sonra İlham Əliyev prezident seçildi. İlham Əliyevin birinci prezidentlik dövründə 2004-cü ildə Heydər Əliyevin adını daşıyan fond yaradıldı. Beləliklə, 2004-cü ildə yaradılmış fond Heydər Əliyev Fondu adlanır. Heydər Əliyev Fondu adlanır. Növbəti fondumuz 2020-ci ildə yaradılıb. 2020-ci ildə 44 günlük vətən müharibəsindən sonra biz çoxlu sayda şəhid verdik. Allah şəhidlərimizə rəhmət eləsin. Həmin şəhid ailələrinin, övladlarını və şəhid ailələrinin təminatını ödəmək üçün 2020-ci ilin dekabrın 8-də dövlət tərəfindən Yaşat adlanan fond yaradıldı. Yaşat fondu yaradıldı. 2021-ci ildə, növbəti fondumuz 2021-ci ildə yaradılıb. 2021-ci ilin yanvarında Qarabağda quruculuq və Qarabağa qayıdış üçün Qarabağ Dirçəliş Fondu yaradıldı. Qarabağ Dirçəliş Fondu yaradıldı. Fondlara bir də baxaq, təkrar eləyək. Birinci fondumuz 1994-cü ildə Heydər Əliyevin birinci prezidentlik dövründə əhalinin sosial müdafiəsi fondu. İkinci fond Heydər Əliyevin ikinci prezidentlik dövründə Azərbaycan Dövlət Neft Fondu yaradıldı. Sonra növbəti fondumuz İlham Əliyevin birinci prezidentlik dövründə Heydər Əliyev Fondu təsis edildi. 2020-ci ilin dekabrın 8-də Yaşat Fondu və nəhayət 2021-ci ilin yanvarında Qarabağda quruculuq işləri və Qarabağa qayıdış üçün Qarabağ Dirçəliş Fondunun əsası qoyulmuş oldu.